Salam, hər vaxtınız xeyir uşaqlar. Deməli biz bu gün sizinlə fonetikadan danışacağıq. Deməli fonetikadan saitləri qurtarmışdıq, düzdür? Keçək samitlərə. Samitlərdən deməli samitlər, bir də ahəng qanunu, vurğu. Biz bunlar vurğunu düşmür, vurğunu çıxardaq. Ahəng qanunu, heca, bir də orfoqrafiya, orfoepiya. Gəlin samitlərdən danışaq. Samitlər ümumi bir haqqında məlumat verək. Bilirik ki, iki növ var. Kar, cingiltili. Kar samitlərin tələffüzündə yaranmasında ümumiyyətlə deməli yalnız və yalnız küydən əmələ gəlir, yəni küy iştirak edir yaranmasında, amma cingiltili samitlərdə həm küy, həm də səs telləri, yəni avaz iştirak edir. Həm maniyə var, həm avaz var cingiltili samitlərdə. Amma kar samitlərdə yalnız və yalnız maniyə, yəni küy olur kar samitdə. Və qoşa samitlər var. Biri var samit qoşalığı, biri var deməli samit cütlüyü. Bunların ikisi fərqli anlayışlardır. Biraz bu haqda da danışmaq istəyirəm. Bunu qeyd etməmişəm, amma indi danışacağam. Deməli, samit qoşalıq olanda mütləq yanaşı gəlməlidir. Fərqi yoxdur. Yəni, eyni səs də ola bilər, fərqli səslər də ola bilər, amma mütləq və mütləq yanaşı gəlməlidir. Məsəl üçün deyirəm ki, addım. 2 d yanaşı gəldi. Deməli, burada nə var? Samit qoşalığı. Addım. Addım. Aha. Qoşa d-lar yanaşı gəldi. Qoşa d-lar yanaşı gəldi. Burada olur samit qoşalığı. Eyni cinsli samit qoşalığı olur. Və yaxud da deyirəm ki, mikrofon. Kırı, mikrofon. Kırı yanaşı gəldi. Kırı. Burada nə var? Burada da yenə samit qoşalığı var. Çünki yanaşı gəliblər. Samit cütlüyü isə başqa bir şeydir. Samit cütlüyü yanaşı gəlmək şərt deyil. Samit qoşalığında yanaşı gəlmək şərtdirsə, yenə deyirəm, baxın, samit qoşalığında yanaşı gəlmək şərtdir. Amma samit cütlüyündə yanaşı gəlmək şərt deyil. Samit cütlüyünün əsas qaydası budur ki, bir-biri ilə qarşılıq təşkil edən kar və cingiltili samitlər eyni sözdə iştirak eləsin. Yanaşı gəlməkdə mütləq deyil. Məsəl üçün, bir söz yazaq. Məsəl üçün, dərd sözü var da, düzdür? Dərd. Tələffüzdə necə olacaq? D-ə-r-t. Baxın. D-t. Nə oldu burada? Deməli, burada oldu samit cütlüyü işləndi. Biri cingiltilidir, d cingiltili, t kar. Dediyim kimi, yəni eyni yan-yana gəlmək mütləq deyil. Eyni sözdə olmalıdır samit cütlüyü. Fərqli yerlərdə də gələ bilər. Və yaxud yellənçək sözü olsun. Yelləncək. Tələffüzü necə olacaq? Yelləncək. İlk hərfindən, ilk səsindən. Yelləncək. Baxın, indi burada da yenə həm qoşa samitlər var. 2 dənə samit yanaşı gəlib. Eyni cinsli qoşa samit sadəcə. Yenə qoşa samit var. N ilə c yanaşı gəlibdir. Eyni zamanda da samit cütlüyü var. Xışdirik, ih və yaxud da və y. Bunlar qarşılıq təşkil edən samitlərimizdir də. Bir karda, bir cingiltili. Gördüyünüz kimi burada həm burada samit cütlüyü oldu, y ilə ih, həm də ki samit qoşalığı yer aldı. Belə. Keçək digərinə baxaq indi. Burada nə qaldı baxılası.